Badamlı, adı və dadı ilə təbii mineral süfrə suyu. Cəbhədən bir-birinin ardınca xoş xəbərlər almaqdayıq. Bugün 16 kənd açıqlandı. 16 kənd, belə deyək də, dildə asan görünür, amma 16 kənd çox böyük bir ərazi deməkdir əslində. Buradan hər birinizə xahiş edirəm ki, şərhə Qarabağ, Azərbaycan yazaq. Bugün bu şərhin sayını 10.000-dən keçirək. Və dostlar, mənim diqqətimi çəkən, bugün açıqlanan kəndlər arasında Xocalı rayonunun Moşxamat kəndidir. Əslində bu kəndin adını mən baxdım Google proqramında Quşçu Baba kəndi olaraq qeyd olunur və birbaşa kəndə gedirik və bu kəndlə bağlı çox mühüm bir məqamı da deyəcəm mən sizə. Və Moşxamat kəndində yaşayış var, evlər baxın, burada uçurub dağılmayıb, çünki bura Şuşaya çox yaxındır və elə mən bu özəlliyi demək istəyirəm sizə. Moşxamat kəndindən, dostlar, baxın, burada bir dərə var və bu yol var. Bu yol bizi hara aparır? Bu yol bizi aparır Şuşaya və rəsmi olaraq Şuşaya ən yaxın açıqlanan, rəsmi olaraq Şuşaya ən yaxın açıqlanan kənddir. Buradan Şuşaya çox yaxındır, çox yaxındır və bu da həqiqətən Şuşa ilə bağlı yayılmış xəbərlərin doğru olacağını və yaxın günlərdə, yaxın saatlarda biz Şuşa şəhərinin işğaldan azad olunacağını eşidəcəyimizin müjdəsidir. Çünki biz bu xəritəyə baxanda da, bu bənövşəyi şəklində xəritəyə baxanda da görürük ki, bəli, burada artıq xeyli irəliləyişlər var. Şuşa şəhərinin ətrafında üç tərəfdən mühasirəyə alınıb ordumuz tərəfindən. Baxın, dünən bu hissə yox idi. Bu hissə dünən yox idi. Buradan da bir irəliləyişlər var Muxtar kəndinə doğru. Muxtar kəndinin azad olunması elə Şuşa tamamilə mühasirədə qalacaq. Bir tərəfdən yalnız Xan kəndindən onların çıxışı qalacaq. Amma burada yenə də dediyim kimi rəsmi şəkildə bugün açıqlanan Moşxamat kəndi, yəni Quşçu Baba kəndi Şuşadan çox yaxındır və Şuşa ilə demək olar ki, məsafəsi, baxın, mən Şuşaya da bir dənə işarə eləyim. Baxın, burada 3D şəklində göstərim mən sizə. Baxın, Şuşa və Moşxamat kəndləri arasında bu sarı xətt görürsünüz ki, çox yaxındır və bu da ordumuzun buranı tamamilə təmizləyib, burada mövqe qurduğunun göstəricisi də artıq bu rəsmi xəbər. Xocalının ikinci açıqlanan kəndi isə Qarabulaq kəndi idi və Qarabulaq kəndini biz xəritədə baxırıq və uzaqlaşdıranda görürük ki, bəli, bu da bu biri istiqamətdən Şuşaya yaxındır. Fikir verin, mən indi buranı yığışdırım. Fikir verin, dostlar. Bəli, buradan da bir Şuşaya xətt çəkək. Bəli, Qarabulaqdan da Şuşaya çox yaxındır və eyni zamanda Xan kəndinə daha yaxınıq. Qarabulaqdan Xan kəndinə daha yaxınıq və buradan da gördüyünüz kimi Qarabulaqdan Xocalıya yaxınıq. Xocalının da işğaldan azad olunmağına az qalmışıq deməkdir artıq bu da. Biz Qarabulaq, Moşxamat kəndlərindən Şuşaya və Xocalıya çox az bir məsafələr qalır, kilometrlərlə məsafələr qalır. Bu da o deməkdir ki, çox yaxınlarda bir neçə rayonun adını birdən açıqlamaq mümkündür. Şuşa, Xocalı, Xocavənd, Xankəndi şəhərlərinin azad olunmasını açıqlana bilər. Və bugün dostlar, azad olunan digər kəndlərə baxdım mən xəritədə. Baxın, Füzulinin Yuxarı Veysəlli kəndidir. Kəndi bir qədər yaxınlaşdıranda görürük ki, burada heç bir ev, əsər əlamət yoxdur, heç nə qalmayıb. Eyni zamanda biz Yuxarı Seyid Məmmədli kəndini də, daha doğrusu Seyid Əhmədli kəndində yaxınlaşdıranda görürük ki, burada da kənddən heç bir əsər əlamət yoxdur. Sadəcə orada bir-iki dənə nəsə belə bir şeylər var. Sonra yenə də Füzulinin
Qorqan kəndidir bu da. Burada da evlər yoxdur və burada biraz uçulmuş, sökülmüş bina yerləri var. Bura isə 3-cü Mahmudlu kəndidir və 3-cü Mahmudlu kəndi Füzulinin 3-cü Mahmudlu kəndində ev yerləri. Buna baxın, görün nə boyda, baxın mən yaxınlaşdırdım bunu maksimum dərəcədə. Baxın, fikir verin. Görün nə boyda böyük bir kəndimizi bunlar, bu şərəfsizlər yerlə yeksan ediblər. Heç nə qalmayıb. Geriyə sadəcə bina yerləri qalıb. Sadəcə olaraq binanın yerləri, evin proyektləri qalıb. Başqa heç bir şey qoymayıblar, heç bir şey saxlamayıblar. Görün nə boyda böyük əraziyə olan bir kəndimizi və digər bir kənd Divanlılar kəndidir və bu kənddə ərazisinin böyük olduğunu görürük, amma təəssüf ki, bu böyüklüyün içərisində bir dənə də olsun salamat, heç nə tapa bilmirik. Bəli dostlar, Qəziyan kəndi işğaldan azad olunub. Bu kənd Azərbaycanın milli qəhrəmanı Qubadlının kəndidir və Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyevin kəndidir. Bugün işğaldan azad olunmuş kəndlər siyahısındadır. Baxın, bu kənddən də geriyə heç bir şey qalmayıb. Digər kəndimiz isə Beşdəli, Zəngilanın Beşdəli kəndidir və bu kənddə də uçulub dağılmış binalardan başqa heç bir şey qalmayıb. Və yenə də deyirəm, bugün işğaldan azad olunmuş kəndlər arasında bizi ümidləndirən, sevindirən xəbərlərdən biri Moşxamat, yəni Quşçubaba və Qarabulaq kəndidir ki, artıq iki rayonumuzun, Şuşa və Xocalı rayonumuzun astanasında olduğumuzun xəbərçisidir və çox az məsafə qalıb. Və bir də işğaldan azad olunduğu açıqlanan bir kəndimiz var idi. Həmin kəndimizi mən sizə göstərəcəm. Bu kənd Ataqut yazılıb, amma məncə bu kəndin adı Atatuq olmalıdır. İndi inşallah ki, bu barədə də bir açıqlamalar verər. Çünki bu kənd Tuğ kəndinin yaxınlığında yerləşir və Tuğ kəndinin yaxınlığında bir qədər mən bunu xəritəni düzəldim. Bəli. Fikir verin dostlar. Biz keçən səfərki videomuzda Azıq mağarası haqqında danışmışdıq və Azıq mağarasının ermənilər tərəfindən necə istismar olunduğunu və tariximizin necə saxtalaşdırdığı haqqında danışmışdıq və demişdik ki, Azıq mağarası Tuğ kəndinə yaxındır və Azıq mağarasını artıq dostlar rəsmi şəkildə açıqlanan Ataqut, yəni Ataqut kimi açıqlanan, amma məncə Atatuq olan bir kəndin də işğaldan azad olunduğunu görürük və Atatuğun işğaldan azad olunması ilə də Tuğ kəndinin də işğaldan azad olunduğunu yaxın günlərdə açıqlanacaq, bəlkə də sabah açıqlanacaq. Çünki Atatuq Tuğun üzərində yerləşir, yəni Tuğ bunun aşağısında qalır. Yəni buradan Tuğa nəzarət eləmək asandır da, yəni bura dağın üzərindədir, orada Tuğ isə aşağıdadır. Məncə bu elə Atatuq olub bu kəndin adı. Yəqin ki, tarixçilər bu barədə məlumat verə bilər və buradan da Tuğdan sonra da yuxarı Azıq kəndini və nəhayət Azıq mağarasını işğaldan azad eləyə biləcəyik biz. Çünki bu tərəfdən də Qacar kəndi işğaldan azad olub və Qacar kəndindən də Azıq mağarasına çox yaxın bir məsafədir. Eyni zamanda Azərbaycan ordusunun Qırmızı Bazarda belə deyək də əməliyyat apardığı haqqında məlumatlar da hər kəsə məlumdur. Və burada dostlar biz yenə deyirik, bizim üçün sevindirici xəbərlərdən biri Xocalı rayonu ilə bağlıdır. Bilirsiniz ki, Xocalı rayonu 1-ci Qarabağ müharibəsində ən çox işğala məruz qalmış və ən çox qətliamın törədildiyi bir rayondur. 613 Xocalı sakini soyqırıma məruz qalıb, 8 ailə tamamilə yer üzündən silinib və Xocalı soyqırımının davamı olaraq bu soyqırımını Bərdə və Gəncədə də davam etdirdilər alçaq düşmənlərimiz və uşaq qatilləri yenidən 2-ci Qarabağ müharibəsində də 7 ailəni yer üzündən sildilər. 1-ci Qarabağ müharibəsində 8 ailəni Xocalıda yer üzündən silmişdilər. 2-ci Qarabağ müharibəsində isə
Bərdə, Tərtər, Gəncəyə atılan raketlər sayəsində 7 ailəni də yer üzündən sildilər bu şərəfsizlər. – 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilib və burada etnik təmizləmə aparılır və Azərbaycanlılar yaşanan Xocalı rayonunda Azərbaycanlı ailələrin hər biri ya qovulub, ya da ki, mühasirəyə götürülüb, əsir götürülüb və yaxud da ki, öldürülüb, soyqırımına məruz qalıb. Artıq dünyada bir çox insanlar Xocalı soyqırımı kimi tanıyırlar, amma dövlət səviyyəsində də bir çox ölkələrin tanınmasını arzu edirik ki, bu sahədə də yəqin ki, Azərbaycan hökuməti işlər aparılır. Ümumiyyətlə, 63 uşaq öldürüblər Xocalı şəhərinin işğal edərkən bu şərəfsizlər və inşallah ki, yaxın günlərdə, yaxın vaxtlarda biz Xocalı şəhərinin də işğaldan azad olunması sevincini yaşayacağıq. Tariximizi unutmayaq dostlar. Bu həqiqətən də xoş xəbərlərdir və biz Şuşa istiqamətində inşallah ki, Şuşada Azərbaycan ordusunun yerləşdiyi xəbərini də çox yaxında Ali Baş Komandanın dilindən eşidəcəyik. Çünki bu barədə artıq Şuşada Azərbaycan əskərlərinin Şuşada olması ilə bağlı məlumatlar yayılmaqdadır. Hətta dünən Türkiyənin CNN Türk kanalında biz əskərlərimizin müsahibəsini gördük. Orada çox həqiqətən də mükəmməl səslənir və digər bir əskərimiz də bizim əskərlərimiz Şuşadadır. İnşallah ki, Ali Baş Komandan bunu açıqlayacaq deyir. Çox az qaldı dostlar. İnşallah ki, bu ayının sonuna qədər bütün rayonlarımız işğaldan azad olurlar. Mən şəxsən buna ümidliyəm. Yaşasın Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız. İnşallah ki, yaxın günlərdə biz qələbə sevincini yaşayacağıq. Qarabağ Azərbaycanda.